Hər vaxtınız xeyir. Bu video dərsimizdə 11-ci siniflər üçün buraxılış imtahanında düşən sualları izah edəcəyik. 2023-cü ildə düşən suallardır. Vaxt itirmədən keçək, sualları izah edək. Birinci sualda bu ifadəni verib, bizdən bu ifadəni soruşur. Burada kvadrat olmalıdır, PDF-də mexanik səhv edib. Bunu iki üsulla yazacağım. Birinci üsul. Bu ifadəni mən iki dənə toplanan şəklində parçalayıram, yəni iki dənə kəsir şəklində. Yazıram, x-dir 4 bölünsün, x kvadrat, y kvadrat plus. Plusdur, y üstü 4 bölünsün, x kvadrat, y kvadrat bərabərdir. Buradan x-dir 4 ilə x kvadrat, x-lar 7 qaldı, x kvadrat bölü y kvadrat plus. Buradan da y kvadratdan x-lar 7 qaldı, y kvadrat bölü x kvadrat bərabərdir. Bunu yazıram, x bölünsün y plus. Y bölünsün x'in kvadratı nəyə görə? Burada bunun qiymətini 4 verib ona görə. Və çıxılsın 2 vurulsun x bölü y vur y bölü x. Bu ifadəni açanda çıxanda bunu bax bu ifadəni verəcək. Yəni düstur vardı a kvadrat plus b kvadrat bərabərdir. A plus b'nin kvadratı minus 2ab. Burada da həmin o a kvadrat x kvadrat bölü y kvadratın əvəzindədir, yəni yerindədir. Y kvadrat bölü x kvadrat da burada b kvadratın yerindədir. Ona görə biz bax bunu götürdük, bu şəkildə yazdıq, bu düstura əsasən. Bərabərdir. Bunlar x-lar gedir. Burada da qiyməti 4 verib. 4-ün kvadratı olur 16, çıxılsın 2, bu da bərabərdir 14. Cavab oldu 14. İkinci üsul. Bunun hər tərəfin kvadrata yüksəldirəm. Bunu da deməli olur x kvadrat bölünsün y kvadrat plus 2 vurulsun x bölü y vurulsun y bölü x plus y kvadrat bölü x kvadrat bərabərdir 16. Buradan x-lar getdi bunlar. Yazıram x kvadrat bölü y kvadrat plus y kvadrat bölü x kvadrat bərabərdir 16'dır. Bu 2 də buradan sağ tərəfə gedən çıxılır, olur 14. Şimdi baxın, bunu parçalasam gəlib buna çıxacaq. Buradan yazaq. X-dir 4. Bayaq onsuz da parçalamışdım bunu. X kvadrat, y kvadrat plus. Buradan da y üstü 4, x kvadrat, y kvadrat bərabərdir. Bax, buradan x kvadratlar islah olundu. Qaldı x kvadrat bölü y kvadrat plus. Buradan da y kvadratlar islah olundu. Qaldı y kvadrat bölü x kvadrat. Baxın, bunu parçalayanda bu ifadəni verir. Elə biz bunu tapmalıyıq. Buradan da baxın, bunu kvadrata yüksəltdim. Elə həmin ifadəni aldım. Deməli, cavab oldu 14. İkinci sual. Buradan 2-ni mörtəzə xaricində çıxardırıq. 16 çıxılsın y kvadrat. Bu da bərabərdir 2. 4 minus y. 4 plus y. Bu şəkildə qalır. Bunlar açıq suallardır. Dosta burada sualların yeri dəyişik düşüb. Əsas odur suallar imtahana düşmüş suallardır. X-in qiymətini verib gətirib burada yerinə yazırıq. Yazırıq 2 kosinus. X-in yerinə pi bölü 6 yazırıq. Çıxılsın 2 sinus. Burada da pi bölü 6. Pi 180'dır. Yəni 180'də 6'ya böləndə 30 dərəcə edir. 2 bu əmsaldır da vurmalıdır. Burada da əmsal. Kosinus 30 dərəcə. Birbaşa qiyməti yazıram. Kosinus 30 dərəcənin qiyməti kökdə 3 böl 2'dir. Minus 2. Sinüs 30 dərəcənin də qiyməti 2'də 1'dir. 2'lər getdi ixtisar bərabərdir. Kök 3 minus 1 qaldı. Cavab kök 3 minus 1. 2 dənə kompleks ədəd verib. Burada da 3 olmalıdır. Yəni kökdə 3. Z1 ilə Z2'nin modulu soruşur. Z bərabərdir A plus B'yi. Cəbri şəkildə olan kompleks ədəddir. Fərqi yoxdur, toplama oldu ya çıxma oldu. Bunun modulu düsturu belə idi. Modulda Z bərabərdir kök altında həqiqi hissənin kvadratı plus xəyali hissənin kvadratı. Şimdi burada da bax Z1 üçün bax modulu, bir də Z2 üçün modulu verib bunların nisbətini soruşur. Sürətdə yazıram Z1'i. Mən modulda Z1 yazmıram, bunun yerinə kökün altı kvadratları yazdım. A budur, B də budur. Yəni A-nın kvadratı deyəndə 2 kökdə 3'ün kvadratıdır. Olur 12 plus. Burada da B-nin yerində 2'dir, kvadratı 4 olur. Məxrəcdə də burada kök 3'dür.
kvadratı 3 olacaq, plus. Bunun əmsalı mənfi 1-dir də, i-nin qarşısında mənfi 1-dir. Mənfi 1-in kvadratı onsuz da 1 olacaq. Bərabərdir. Kökdə 16-dır. Buradan 4 çıxır. Bu da kökdə 4-dür. Bundan da 2 çıxır. 4-ü də 2-yə böldük. Oldu cavab 2. 4-ün saldı. O mərkəzli çevrədə AB və CD paraleldir. Deməli, AB vətəri ilə mərkəzdən keçən vətərdir. Ən böyük vətər deyirlər. Diametr adlanır. CD vətəri paraleldir. Paralel dedikdə, paralel dediyinə görə, baxın, paralel vətərlər arasında qalan qövslər bərabər olur. Bu qaydadır. BND-ni verib 30 dərəcə. Bura 30 dərəcədirsə, onda burada 30 dərəcədir. Bax, bu diametrdir. Bura diametrdir. Onda bu 180 dərəcə olacaq. Bu yarım çevrədir, 180 dərəcə. 2 dənə 30-u toplayanda 60 dərəcə ilə 180-dən 60 çıxanda deməli CD qövsü qalır 120 dərəcə. Vətərlər arasındakı məsafəni 4 verir. Bax, buradan bura məsafəni 4 verir. Məsafə deyəndə, yəni hündürlük deməkdir. Bura 90-dır. Fərq yoxdur, burada 90. Çevrənin radiusunu soruşur. R bərabərli sual işarəsi. Deməli, buradan baxın. Çevrənin mərkəzindən çevrə nöqtəsinə radius atıram. Buradan da həmin radiusu atıram. Bu simmetrik oxdur. Vətəri yarıya bölür, həm də 90 kəsir. Deməli, baxın. Bu da radiusdur, bu da radiusdur da. Baxın, bu iki radius arasında qalan mərkəzi bucaqdır. 30 dərəcə olsun, bu da 30 dərəcədir. Burada da bu radiusdur. Bu qövs də 30 dərəcədir, bu da 30 dərəcədir. Deməli, bura 180 idi bütöv. 180-dan 2-dən 30 getdi, yəni qaldı 120. Həm elə yanaşmaq olar, həm də baxın, bu 2 dənə radius arasında qalan bucaqdır. Mərkəzi bucaq söykəndi qövsə bərabər, 120-yə. Buradan da bu gələn simmetrik oxu yoxdur. Bu həm təmböləndir, həm mediandır, həm də hündürlük. Çünki bu COD bərabər yanlış cavab. Görürsünüz, iki tərəfi R-dir. Bu 120-ni də yarıya böləndə 60 dərəcə, bu da 60 dərəcə, bu 90-dır. Onda bura 30 dərəcə düşür. Və burada 30 dərəcə düşür. Məsafəni 4 vermişdi. Yəni buradan vətərlər arasında məsafəni 4 verib. Düz bucaqlı bucaqda 30-60 qaydasıdır. Pifaqor teoremi. 30 dərəcəli bucaq qarşıda katet 4-sə 60 dərəcəli bucaq qarşıda katet neçə olmalıdır? 4 kök 3. Bunda 90-ın qarşısı da 30 dərəcəli bucaq qarşıdakı katetin nə idi? 2 qatı. Yəni hipotenuz bundan 2 dəfə böyüdür. Onda bu R hipotenuz yerində də oldu 8. Bizdən də radiusu soruşurdu, cavab oldu 8. Əgər bu vətəri soruşsaydı, burada 4 kök 3 isə burada 4 kök 3. Cavab olacaqdı 8 kök 3. Şimdi burada radiusu soruşduğu üçün cavab oldu 8. 5-ci sualda. İki paralel müstəvilərin, belə 2 dənə paralel müstəvi çəkək. Bundan bu müstəvilər paraleldir. Birinin üzərindəki A və B nöqtələrindən, tutaq ki, burada A və B nöqtələrindən digər müstəvini A1, B1 nöqtələrində kəsən iki paralel düz xətt çəkilmişdir. Burada da A1, burada olsun B1. Buradan paralel düz xəttlər çəkilir. Bunlar paraleldir. Məsələn, şərtində deyir. A1, B1-i verib 2,8. Buranı birləşdiririk. Olur 2,8. Sonra nə soruşur? AB parçasını. Buranı da birləşdirək. Bax, bunlar paralel olduğu üçün bunlar da paraleldir. Onda bunlar bərabər olduğu üçün bunlar da bərabər olacaq. Deməli, burada olacaq 2,8. Cavab oldu 2,8. Sadə sualdır. Onun sinif həndəsəsidir, fərziyə aid. 7-ci sual. Bərabər yanlı trapesiyadır. Bir dənə bərabər yanlı trapesiya çəkirik. Bərabər yanlı trapesiya olsun. Hündürlüyü yan tərəflə 45 dərəcə bucağa əmələ gətirir. Buradan hündürlüyü atırıq. 90-dır. Yan tərəflə 45 əmələ gətirirsə, burada burada 45 dərəcə olacaq. Burada bu katet bu katete bərabərdir. Çünki bu bərabər yanlı düz bucaqdır. Trapesiyanın hündürlüyü 8-dir. Bura 8-dir, onda burada 8-dir. Onda hipotenuz olacaq 8 kökü 2. Yəni demişdik katetlər nədirsə, hipotenuz onun kök kimislidir. Burada katetlər 8-sə, hipotenuz da, yəni trapesiyanın yan tərəfi 8 kök 2-dir. Bərabər yanlı dediyi üçün burada 8 kök 2-dir. O hündürlüyü ilə buradan da atırıq. Bu da burada 45 olur.
Burada 45. Bərabər yanlı trapesiyada demişdik ki, baxın, bura bərabərdir. Yəni bu hissəyə bərabərdir. Demişdik, oturacaqların fərqinin yarısı olur. İndi o bizə lazım deyil. Sadəcə qayda olaraq dedim, yadınızda qalsın. Burada 8'dir, burada 8'dir. Burada bir x koyuram, burada bir x koyuram. Deməli, kiçik oturacaq x oldu, böyük oturacaq 8, 8, 16 plus x oldu. Trapesiyanın orta xəttini verib 18. Tutaq ki, buradan orta xəttir 18. Orta xəttdə oturacaqların cəminin yarısı idi. Yazıram 18 bərabərdir. Kiçik oturacaq x-dir, böyük oturacaq da x plus 16'dır. Toplayanda da olur 2x plus 16 bölü 2. Çarpaz buranda 2x plus 16 bərabərdir 36'ya. 2x bərabərdir 20, x də bərabərdir 10. Deməli, buranı tapdım 10, burada 10'dur. Kiçik oturacaq 10'dur. Bu isə 10'dursa, böyük oturacaq 8, bu da 10, bu da 8. Elədi 26. Yəni onun oturacaqlarını tapın. Kiçik oturacaq 10, böyük oturacaq da 26. 8-ci sual. Diagonalı 4 kök 3 olan kubun həcmini tapın. Kubun diagonalı demişdik ki, tilin kök 3 mislidir. Bakın bu kubdur. Kub 6 dənə kvadrat deməkdir. Bunun tilin A qəbul etdim. Yəni bir təpədən 3 dənə til çıxır. Uzun tili də A'dır, en tili də A'dır, yan tili də, həm də hündürlük tillər A'dır. Kubun diagonalı deyəndə, baxın, alt oturacaq kvadratdır. Bütün tərəflər A'dır. Buradan diagonalını çəkəndə kvadratın diagonalı kökdə 2A olur. Yəni bu alt oturacağın diagonalıdır. Yəni alt üzün diagonalı. Bu da elə yan tili idi. Bu da A olacaq. Kubun öz diagonalını da buradan çəkirəm. Bu da 90 dərəcə kəsir. Çünki yan tillər oturacaqlara 90 düşür. Burada D qoyuram. Pifagor terimini tətbiq edirəm. Baxın, katetin biri A'dır, biri kökdə 2A'dır. Diagonal da kubun diagonalıdır. Pifagor terimi nə idi? Hipotenuzun kvadratı bərabərdir. Katetlərin kvadratları cəmi. Kökdə 2A'nın kvadratı 2A kvadrat plus A'nın da kvadratı. Toplayanda da D kvadrat bərabərdir 3A kvadrat. Bundan da kök alanda D bərabərdir kökdə 3A. Düstürü də yenidən ispat elədim burada. Deməli, kubun diagonalının düstürü tilin kökdə 3 mislidir. İndi burada 4 kök 3 verib. Onda bu diagonalı 4 kök 3'ə bərabər eləyəcəm. 4 kök 3 bərabərdir kök 3A. Kök 3'lər ixtisar getdi, A bərabərdir 4'ə. Deməli, kubun tili 4 oldu. Həcmi də A'nın kubu idi. Bunda 4'ün kubu olacaq, bu da olacaq 64. Cavab oldu 64. 9-cu sual. Parabolasının təpə nöqtəsinin koordinatlarını tapın. Bura təpə nöqtənin apsisidir, burada ordinatıdır. Y bərabərdir ax kvadrat plus bx plus c. Bu kvadrat içədlidir. Bunu kədlinin tam kvadratına salanda yazırdıq x minus m'in kvadratı plus n. Bu parabolanın təpə nöqtəsi m. Apsisidir, bu da n ordinatıdır. Yəni düstur vardı, x0 bərabərdir m-ə, o da bərabərdir mənfi b böl 2a'ya. Həmin o təpə nöqtənin apsisidir. Bu da y0 bərabərdir n olurdu, o da bərabərdir 4ac çıx b kvadrat böl 4a. Bu da ordinatıdır. İndi bunu hazır bu şəkildə verib. Baxın, bu hissə bura bərabərdir, bu hissə də bura. Biz də bunu 0-a bərabər edirdik. Burada yazırıq x plus 1 bərabər 0-a, x də bərabərdir mənfi 1. Bu təpə nöqtənin apsisi. Bu mənfi 1'i gətirib bura qoyanda, buranı toplayanda 0-a gedir. Y də bərabərdir 0 plus 3 oldu. Y də bərabərdir 3. Deməli, təpə nöqtənin koordinatları mənfi 1-dən 3 oldu. Elə onu soruşurdu bizdən. Bu bərabərsizlər sistemidir. Yazırıq. Onu bölürük 2'ye x böyüdür 5. Buradan mənfi x böyüdür. Mənfi 18 çıxılsın 2. Burada x böyüdür 5. Mənfi x bunları hesablayanda mənfi 20 elir. X böyüdür 5. Mənfi əmsala böləndə hətta saxlayın. Bərabərsinin işarəsini dəyişirik. Bunu da böləndə müsbət edir. Bu da o deməkdir ki, x 5'dən böyüdür, 20'dən kiçikdir. Ən böyük təməlini tapın. Ən böyük təməl 19'dur. 11-ci sual. Ədədi silsilədir. A1 verib, A7 verib, bir də nə yazıb? Olarsa, silsilənin mənfi 29'a bərabər olan həddin nömrəsini tapın. Yəni, A-n mənfi 29'a bərabərdir. Buradan da n-i tapırıq, həddin nömrəsi.
Birinci A7-dən istifadə ilə sislərin fərqini tapaq, yəni D-ni. A7 bərabərdir A1 plus 6D. A7-nin qiyməti -9-dur. A1-in qiyməti 3-dür plus 6D. Buradan da bunu atdım bu tərəfə. -12 bərabərdir 6D-yə. D də bərabərdir -2. D-ni tapdıq -2. İndi A-nin üstünü yazıram. A-nin bərabərdir, yəni eninci həddin üstünü. A1 plus D vurulsun. Bura vurmadı. M-1. İndi həmin o eni tapacam. A-ni vermişdə burada -29. Yazıram -29. A1-i də buradan verib 3. Plus. D-ni də tapdım -2. D burada mənfi olduğu üçün bu toplamaya təsir edəcək. 3 minus 2 vurulsun M-1. -29. Bu 3'ü atıram bu tərəfə. O da mənfi olur. -32 bərabərdir. Bu da -2 M-1. -32-ni -2-yə böləndə M-1 bərabərdir 16. Buradan da M bərabərdir neçə oldu? 17. Bizdən də həddin nömrəsini soruşurdu. Həddin nömrəsi deyəndə N nəzərdə tutulur. Deməli 11-ci sualın cavabı oldu. N bərabərdir 17. Yəni cavab 17-dir. Üstü funksiyadır. Qrafiki absis oxunun hansı nöqtədə kəsir? Absis oxunu kəsdiyi deyəndə y0 götürdü. Yəni absis oxunu kəsən nöqtələrin koordinatı 0 olur. Onda yazıram 2-də 1 üstü x çıxılsın 4. Yəni bu y0-dırsa bərabərdir. Bu tərəfə yazıram. Buradan da bu 2-də 1 yazıram. 2 üstü -x. Bərabərdir. 4-ü sağa keçirdirəm. 2-nin kvadratı yazıram. Əsaslar bərabər olanda qüvvətlər də bərabərdir. -x bərabərdir 2-yə, x də bərabərdir -2. Cavab oldu -2. Qonşu bucaqları göstərin. Burada şəkil düşməyibdir. Bu sualı izah eləmirəm. Tənlik düşüb. Buradan belə bir düsturumuz vardı. Sinüs kvadrat x plus kosinüs kvadrat x bərabərdir 1. Buradan sinüs kvadratın əvəz eləyəndə 1 minus kosinüs kvadrat x yazırdıq. İndi burada bucaqlar 5x olduğu üçün bu bucaqlar 5x olacaq. Burada da 5x olacaq, burada da 5x. Onda bu sinüs kvadrat 5x-in yerinə kosinüs kvadrat yazacaq. Bir də gözləyirəm. Burada bu 3 vurulsun. Sinüs kvadrat 5x-in yerinə yazıram. 1 minus kosinüs kvadrat 5x. Nəyə görə əvəzlədim? Çünki burada kosinüs 5x-də ona görə. Kvadrat tənliyə gəlir. Bəzən də natalı kvadrat tənliyə gəlir. 7 kosinüs 5x. 3'ü də sol tərəfə keçirdən bərabər 0. Bura qaçaq 3 çıxılsın 3 kosinüs kvadrat 5x minus 7 kosinüs x, kosinüs 5x çıxılsın 3 bərabər 0. Bu 3 ilə -3 islah olundu. -3 kosinüsün kvadratı 5x çıx 7 kosinüs 5x bərabər 0-a. Buradan kosinüs 5x ortaq qrupdur. Mörtəzə xaricinə çıxardıram. Bəzən bu tip tənliklər kvadrat tənliyə gəlir. İndi burada natalan kvadrat tənliyi olduğu üçün mən bunu ortaq qrupla yazıram. Kosinüs 5x-i çıxartdım, qaldı -3 plus minusdur. 7 kosinüs buradan kosinüs 5x-i çıxardırıq mörtəzə xaricinə. Kosinüs 5x-i çıxartdıq, qaldı -3 kosinüs 5x minus 7 bərabər 0. Hasilin 0 olma şərtidir, vurmadır. Vurğuları tək-tək 0-a bərabərləm. Bunun həlli olmayacaq. Nəyə görə indi deyəcəm. 5x bərabər 0-a. Buradan da 5x bərabərdir. Kosinüs 0-ı harada alırdı? 90 dərəcədə alırdı, yəni pi bölü 2-də. Bir də 270 dərəcədə alırdı, 3 pi bölü 2-də. Yəni pi qədər fırlanırdı, pi qədər dövrülürdü. Yəni 180-dan 1 bu kökləri alır. Ona görə kiçik kök pi bölü 2-dir. Birinci kiçik kökü yazırlar trigonometrik tənliklərdə. Üstəgəl dövrü də pidir, k-da şərtidir. Yəni k tam ədəddir, daxildir zid. Ona görə belə yazdım. Buradan da tənliyin x-i tapmaq lazımdır. Tənliyin kökünü hər tərəfi 5-ə bölürük. 5-ə bölürük. Buradan 5'lər gedir, x bərabərdir pi böl 10 plus pi k bölünsün 5. Tənliyin bir kökünü tapdıq. Növbəti bunu 0-a çevirək. -3 kosinüs 5x
bərabərdir. 7-ni promoy sağa atdım. Yəni 0-a bərabər edim 7. Burada da kosinus 5x bərabərdir. 7-ni mənfi 3-ə böləndə mənfi 7 bölü 3. Bu da mənfi 2 tam 3'də 1 edir. Biz demişdik ki kosinus x mənfi 1 ilə 1 arasında həlli var. Parça. İstəyir kosinus x oldu ya 5x oldu. Əsas onun dərəcəsi təkdir. Birinci dərəcədən də kosinus birinci dərəcədən də burada. Ona görə bu mənfi 1 ilə 1 aralığına düşmədiyi üçün bu tənliyin kökü yoxdur. Boş çoxluğu. Biz indi bu tənliyi həll edəcəyik. Burada yazıb ki 20 ilə 180 aralığına daxil olan köklərin cəmini dərəcə ölçüsünü tapın. K-ya qiymət verəcək. K-ya birinci 0 verir. K burada tam ədəddir. Daxildir z. Yəni K 0 plus minus 1, yəni 1 mənfi 1, sonra plus minus 2 və sair gedir, sonsuz davam edir. Plus minus n. N-dən natural ədəddə bu. K-ya 0 verək birincidə. X1 bərabərdir. Burası 0'dırsa 0'ı bura vurdum. Bu getdi 0'a qaldı pi bölü 10. Pi bölü 10. Pi 180 10'a böləndə 18 dərəcə. 18 dərəcə bu aralıqda yoxdur. Bu kök alınmadı. Boş çoxluğu. Bunu ataq. K-ya 1 verək. Bu kök daxil olacaq. İkinci kök olsun. X1, X2. Yəni sadəcə X2 qoyuram ki, köklər bir-birindən fərqlənsin. Pi böl 10. Plus. Burada K-nın yerinə 1 yazacağım. 1'i buranda elə pi böl 5 elir. Bunları da toplayaq. Orta məxrəc 10'dur. Pi üstə gəl. Buna böldüm 2. Vurdum pi'yə 2 pi. Bu da oldu 3 pi böl 10. 180'də 10'a böləndə 18 elir. 3'ə də vuranda 54 dərəcə. 54 dərəcə də 20 ilə 180'nin arasında var. Deməli 1 oldu 54 dərəcə. Plus. Növbəti kökü tapmaq üçün K-ya 2 veririk. X 3 bərabərdir. Pi böl 10. Burada veririk K-ya 3. Yox, K-ya 2 veririk. Plus 2'ni vuranda pi'yə oldu 2 pi böl 5. Burada orta məxrəc 10'dur. Olur pi plus. Bunu böldüm 5'e 2 dəfə vurdum 2'ye 4 pi. Bu da 5 pi böl 10. Bundan da ixtisar gedəndə pi böl 2 qalır. Pi böl 2 90 deməkdir. 90 da bu aralıqda var. Bu da 90 dərəcə. K-ya 3 verək. Yenə x 4 bərabərdir. Pi böl 10 plus. 3'ə vuracam bunu. Olur 3 pi böl 5. Yenə orta məxrəc 10 olur. Toplayanda buradan pi oldu. 5'ə böldüm 2 dəfə vurdum 3'ə 6 pi. Bu da oldu 7 pi böl 10. 180'də 10'a böləndə 18. 7'ni də 18'ə vuracaq. 70, 80, 56, 126 dərəcə. Bu da bu aralıqda var. Plus 126 dərəcə. Bir də K-ya 4 verək. Bunu da yoxlayaq. X5. Bax, taparan sualdır bu. Pi böl 10. Plus 4 pi böl 5. 4 pi böl 5. Bərabərdir 10. Yenə də pi plus. Onu 5'ə böldüm. 2 vurdum 8 pi. Topladım 9 pi elədi. Mesela bu proqramlandı beləsinə. Videoda belə olur. 180'də 10'a böldüm 18. 9'u da vurduq 18'ə. Neçədir? 99 8'in 72. 162. Bizə növbəti K-ya 5 verəndə bu 180'dan böyük olacaq. Ona görə verməyə dəyməz. Ehtiyac yoxdur. 162. Bu 54 ilə 126 toplayanda 180 olur. 180 ilə 90 toplayanda 270 olur. 270'də də bunu gələndə 370, 432 dərəcə oldu cavab. 14-cü sualın cavabı. Bu biraz çətin hesablamadır. Bunu 10.000'ə vuranda, bunu da 10.000'ə vuranda çoxlu bölməklə bölə bilərsiniz. Ama ben bunu şifahi edəcəm. Bu buna bölüləndə 10 tam %1 elir. Plus 29 tam 99.
Bu da eləyəcək 40. Cavab oldu 40. Siz bölüb yoxlaya da bilərsiniz. Prosta vaxt apırandı. Ona görə mən şifahi yazdım. B ilə A-nın fərqi. B-də olub, A-da olmayanlar. Bu ortaqları atıram. Ortaqları atıram. B-də qaldı C, D, Y. Burada yoxdur. Görürsünüz. Deməli, neçə nədir? N soruşurdu. N saydı. Elementin sayı. Cavab oldu 3. 16-da. 17. Bunları bir kökün altında yazıram. Çünki kökün dərəcələri eynidir. Ona görə. 25'i yazıram. 5'in kvadratı. Bu 135'i de yazıram. 5 vurulsun 27. Bu da bərabərdir. 3-cü dərəcədən bu 1'dir də. Olur 5'in kubu. 27 də 3'ün kubudur. 3 buradan gedir. 5 çıxacaq. Buradan da 3 gedir. 3 çıxacaq. 5 vur 3 cavab oldu 15. Loqaritmik tənlidir. Bu ifadəni saxlayıram. Deməli yazıram 10 minus loqaritma 3 əsasından 2x plus 1 bərabərdir. 8'in üstü 1. Biləcək 8. Loqaritma dərsini bilən şagird bunu başa düşəcək. Düsturumuz belə idi. Loqaritma əsasından x bərabərdir b-yə. Tənlinin kökü x-dir. Tapanda a üstü b olurdu. İndi burada da baxın. Bu loqaritmi 6 ifadə x-in yerindədir. 8 də a-nın yerindədir. 1 də b-nin yerindədir. Ona görə bu ifadəni yazdım. Bərabərdir 8'də 1 yazdım. Mənfi loqaritma 3 əsasından 2x plus 1 bərabərdir. 8'dən 10 çıxanda mənfi 2'dir. Mənfi ilə mənfiyə böləndə müsbət elir. Buranı da silirəm mənfisini. 2 yazıram. Yenə həmin şeydir. Yenə həmin qayda təkrarlandı. 2x plus 1 loqaritmi 6 ifadə bərabərdir. 3'ün kvadratı 9. 2x bərabərdir 8. X də bərabərdir 4. 4'ü də burada yoxlayanda ödəyir. Çünki bu ifadə müsbət olmalıdır. Demişik, loqaritma əsasında x tənliyində x həmişə böyüdür 0 olmalıdır. Bunu yoxladıq. Loqaritmi 6 ifadə 0-dan böyük verdi. 2'ni vurdum böyüdü. Üstünə 1, 9 elədi. 0-dan böyüdü. Bəzən yoxlayırsan, kök orada mənfi olur. Ya 0 olur. O kök kənar kök olur. Atırlar onu. 19-cu sual. Bu tip suallarda uşaqlar çətinlik çəkir. Tərəfi 6 olan bərabər tərəfli üçbucaq. Belə bir bərabər tərəfli üçbucaq 6, 6, 6 olsun. Üçbucağın bir tərəfi ətrafında fırlanmasına alınan cismin həcmini tapın. Bu konusdur. Yəni üçbucaq tərəfi ətrafında fırlananda konus yaranır. İstər düzbucaqlı üçbucaq olsun, istər bərabər tərəfli. Düzbucaqlı üçbucaq verəndə biraz asan da olur, bərabər tərəfli olanda biraz uşaq üçün çətin, şagirdlər üçün çətin olur. Bu simmetri oxudur. Bu tərəf ətrafında fırladacağım. Eyni ilə təkrar fiquru baxın, buradan çəkmişdim, bir dənə də buradan çəkdim. Bu da 6, 6'dır. Həmişə simmetri oxu, bax bu ox. Bu ox ətrafında fırlanırsa, buna perpendikulyar dairə, çevrə yəni cızır. Dairə olur, dairənin də halqası çevrə olur. Bu konus, 2 dənə konus yaranacaq. Birinin həcmini tapıb 2'yə vuracaq. Konqruent konuslardır. Yəni həcmləri bərabərdir. Burada uşaqlar radiusdan hündürlüyü səhv salırlar. Buranı səhv salmayın. Həmişə fırlanma oxun hardan çəkdirsə, ona perpendikulyar çevrə keçirməlisiniz. Çevrə deyəndə yəni dairədə, konusun oturacağı dairədir, halqası çevrədir. Buradan çəkdim, bu simmetrik oxdur, bunu da buradan çəkdim. Buranı 90 kəsir, yarıya bölür. Bərabər tərəfli üçbucağın baxın, bu tərəfi 6, bu tərəfi 6, burada 6 idi. Bu buradan yarıya bölündü, bura 3 düşdü. Burada 3 düşdü. Bərabər tərəfli üçbucaqda bu oturacaq. Demişdik də, baxın. Bura 6, bura 6, burada 6, 60 dərəcə olurdu. Bu da 60 dərəcə, bu da 60 dərəcə. İndi bax, bura 60 dərəcədir. Burada 60 dərəcədir. Təpə bucaq bölünür 2 yerə. 30 dərəcə, 30 dərəcə. Yəni buradan hündürlük çəkəndə 30-30'a ayrılır da bura. 30-30'a. Deməli bu 30 dərəcəli bucaq qarşıdakı katet 3'dürsə, 60 dərəcəli bucaq qarşıdakı katet olacaq digər katetin kök 3 misli Pifagora görə. Oldu 3 kök 3. Baxın burada diqqətli olun. Bax bu bir konusdur. Bax bura. Bax, oturacağı buradan gəlir, fırlanır. Bu da belə. Elə bir bax konus belədir. Bax bu formadadır konus. Düzdür. İndi bu konus fırlanıb. Elə bir bu formada olub. Biri buradan gəlib bu formada. Amma bir konus budur. Qırmızı dairə ilə bunu rəngləyim, biləsiniz. Bax konus buradan gəlib. Bu konusun oturacağıdır. Belə. Burada konusun hündürlüyüdür. Bax bura. Bura radiusdur.
Burada şagirdlər radiusun hündürlüyü səhv salırlar. Elə burada radiusdur. Baxın buradan baba bura 3 idi. Burada radius idi 3 kök 3. Onsuz da burada 3 kök 3 olur. Eynilə həmin fiqur burada da var. Bir konusu da burada da. Bax oturacağı yenə budur. Yan tərəfi budur. Həcmi tapıb 2-yə vuracaq. Ya da elə birbaşa yazıram 2 vurulsun V həcm. Konusun həcmi nə idi? V bərabərdir 3/1 S oturacaq vur H. 3/1 S oturacaq dairədir. Dairənin sahəsi də pi R kvadrat vur H. İndi burada konusun hündürlüyü H bu 3 oldu. Konusun radiusu da R 3 kökdə 3 oldu. Vəssalam. Həcmin üstünü yazıram. V bərabərdir 3/1. 2-ni axırda da yaza bilərdim. Həcmi tapıb 2-ni axırda vuracam həcmin cavabını. 3/1 pi R kvadrat. R 3 kök 3'dür. Kvadratı olacaq 27. Vur. Hündürlüyü də 3'dür. Buradan bu 3'lər ixtisar olundu. Bərabərdir. Oldu 27 pi. Demişdik həcmi 2-yə vurmalıyıq. 2 dənə konusdur da kongruent. Burada deyir fırlamadan alınan cismin həcmini tapın. Bu fırlamadan alınan cisim konus deyil ha. 2 dənə konusun oturacaqları birləşib kongruent konuslar deməli yan üzlər də eynidir. Buna görə 2-yə vururam olur 54 pi. İndi cavab santimetr versə olacaq santimetrin kubu. Yəni cavab oldu 54 pi santimetrin kubu. Burada yəqin ki 6 deyil 6 santimetr olmalıdır. PDF-də bu düşməyibdir. Diagonalların uzunluqları cəmi 28. D1 plus 2 dənə diagonal var. D1 plus D2 bərabərdir 28. Romb verib. Rombun tərəfini də verib 10. Biz qaydada məsələn rombu belə də çəkə bilərik. Bu diagonallar idi. D1, D2. Bu da tərəf idi. A qoyurduq. Bütün tərəfləri bərabər olan paralelogramdır. A. Rombun diagonalı ilə tərəf arasında diagonallar da 90 kəsirdi. Bu deyək ki, böyük diagonaldır D2, bu da D1'dir. Fağordan yaranan belə bir düstur vardı. D1'in kvadratı plus D2'nin kvadratı bərabərdir 4A'nın kvadratı. 4A'nın kvadratı. Bu diagonalla tərəf arasındakı münasibətdir. D1 ilə D2'ni 28 verib. Kvadratı idi. Buradan da tərəfi 10 verib. Yəni rombun tərəfidir də 10'dur. A hamısı 10'dur. 10. Burada A'nın kvadratı 100 olacaq. 4 vurulsun 100 olacaq 400. 400. Bizdən rombun sahasını soruşur. Rombun diagonallardan asılılıq düsturu, saha düsturu belədir. 2/1 vurulsun, D1 vurulsun, D2. Sinüs alfa da, alfa burada 90 kəsişdiyi üçün, yəni rombun diagonalları perpendikular kəsir. Sinüs 90'ın qiyməti 1 olduğu üçün o sinüs alfanı yazmırdılar. İndi biz burada D1, D2'ni tapmalıyıq. Bu ifadəni kvadrata yüksəldəcəm. Ya da bu ifadəni nəticə ilə aça bilərəm. Belə yaza bilərəm. 2 usul var. Ya bunu kvadrata yüksəltməliyəm burada yerinə qoyum. Ya da elə bunu bayaq yazdığım düstur. A kvadrat plus B kvadrat bərabərdir. A plus B'nin kvadratı çıx 2AB. Bu düsturu tətbiq edəcəm. Bunda yazıram D1 plus D2'nin kvadratı. Çünki burada toplaması verilir. Çıx 2 vur D1 vur D2. Bərabərdir 400. D1 üstə D2 burada 28'dir. Buradan bunu silim. 28'in kvadratı. 28'in kvadratı neçədir? 500. 28 vur 28. 8 8'in. 64. 8 2 16. O da 6. 22. 8'in 16. 2 2 4. O da 5. 4 8. 784. 784 bərabər çıxılsın 2 D1 D2 bərabərdir 400'ə. Vurmadı. Buradan da 784'dən 400'ü çıxıram. Yazıram 2 D1 D2 bərabərdir 384. Buradan da D1 vurulsun D2 bərabərdir. 384'ü 2'yə böləcəm. Vurmadı da burada. Əmisaldı. Neçə elir? 197 elir deyəsən. 380, 190, 190, 380, 192 elir.
190'dan 380, evet, 192 edir. İndi düstur yazıram. S bərabərdir 2'də 1, vur D1 D2 idi. D1 D2'nin yerine 192'ni yazıram. Bunu da 2'ye ixtisar aparanda 96 olur. Deməli cavab oldu 96. 20-ci sualda. 21-ci sual. Tələbə iştirak etdiyi sonuncu imtahanda 50 bal yığarsa, bütün imtahanlardan yığdığı orta bal 50. Son imtahandan 74 bal yığarsa, orta bal, burada bitişikdir şu bu orta bal 56 olar. Tələbə ümumilikdə neçə imtahanda iştirak etmişdir? Tutaq ki, bilmirsən, tələbə ümumilikdə x sayda imtahanda iştirak edib. Birinci cümləyə baxın, bura qədər. Bir tələbə iştirak etdiyi sonuncu imtahanda 50 bal yığıb. Tutaq ki, x sayda imtahandır, onun bir dənəsi sonuncu imtahandır. Orada 50 bal yığıb. Yəni, bu bir imtahandır. Bir imtahanda, ya da rəqəmlə yazın. Bir imtahanda 50 bal yığıb. Qalan burada neçə dənə imtahandır bilinmir. Oradan da x bal yığıb. Yəni, topladığı bal x bal olub cəmidə. Bu da 50 bal. Bütün imtahanlardan yığdığı orta bal 50. Yəni, o ədədi orta demək istəyir də. Biz nə edirdik? Bu balları toplayacaq. Bilmirsən neçə dənə imtahandır. Burada bir imtahandır. Burada amma bilinmir neçə imtahandır. Onu da y götürək. İmtahanın sayını y sayda götürək. Deməli, biz nə edirdik? İmtahandan yığılan balların cəmini toplayırdı. Bunların sayına bölüb ədədi ortaya bərabərlirdi. Bunda tutaq ki, burada bilinmir. X bal yığıb. Neçə dənə imtahandır bilinmir. Onların yığdığı balların cəmi x olsun. Bu sonuncu bir imtahandır. Onu da 50 yığıb. Toplayırıq. Bölürük saya. Say nə qədər idi? Y sayda buradadır imtahan. Bir dənə də buradadır. Olur y plus 1. Bərabərdir. Bu biraz şagirdlərə çətin gəlir belə suallar. 50 bal yığıb. Bərabərdir 50-yə. Tənlə sisteminə gələcək də bu. Bunu çarpaz vururuq. X plus 50. Bərabərdir. Bunu çarpaz vuranda 50y üstə gəl 50. Bu 50'lər silah olundu. X bərabərdir 50y. Biz bundan istifadə edəcəyik. Keçək ikinci şərtə. Bir son imtahandan 74 bal yığarsa, yenə həmin şeydir də. X sayda imtahandır. Sonuncusu 74 bal yığıb. O da bir imtahandır. Son imtahan bir imtahan sayılır. Yenə də həmin sayda da y saydadır. Tələbə ümumilikdə neçə imtahan... Burada nə yazır? Son imtahandan 74 bal yığarsa, orta bal 56'dır. Eyni şeydən burada da yazacaq. Deməli, x yığdığı, burada bilinmir nə qədər imtahandır, balların cəmi. X bal plus bu axırıncı imtahan, yəni sonuncu imtahanın balı 74. Sayda, burada bir imtahan, burada da y sayda, y plus 1'ə bölürük. Bərabərdir 56 bal. İndi bunu da çarpaz vuraq, x plus 74 x plus 74 bərabərdir. 56'nı y plus 1'ə vuranda olur 56 y plus 56. Bax, buradan x 50y. Gətirib x'in yerinə 50y yazaq. 50y plus 74 bərabərdir 56 y plus 56. Bu, ya da bunu bu tərəfə keçirdi. 56 y-dən 50 y çıxanda qalır 6 y. Bunu da bu tərəfə keçirək. 74'dən də 56 çıxanda 18. 18'də 6'ya böləndə y oldu 3. Deməli, biz əvvəlcə y sayda imtahan demişdik. Bu da sonuncu bir imtahan idi. Y-i də tapdıq 3. Deyir ki, tələbə ümumilikdə neçə imtahanda iştirak etmişdir. Deməli, 3 dənə imtahan bu, 1 dənə də imtahan bu. Cəm oldu 4 dənə imtahan. Bunlar ətraflı suallardır. Çətin olur, 2 qata vurulur. Yəni, bal çox verilir bu suallara. Bir M parametrinin hansı qiymətində A və B nöqtələri bu tənliyi belə yazılır. 3x plus 2 bərabər 26 düz xəttinə nəzərə simmetrikdir. Bunu əvvəlcə yazaq 2y. Bu sual səhv sayılırdı. Bunu abituriyentlərin xeyrinə yazmışlar. Sonra yazdılar ki, M-in belə bir qiyməti yoxdur. Əslində M 3 çıxır, amma simmetrikdə K1 və K2-ni yazanda hasil mənfi 1-ə bərabərdir. Ödənmədiyi üçün yazmışlar M-in belə bir qiyməti yoxdur. Topluya da atıblar bu sualı.
2y bərabərdir. Bunu keçirtdim bu tərəfə. Yəni budur da y bərabərdir. Buradan yazalım. Y bərabərdir kx üstəgəl b. Bu şəkildə düz xəttin tənliyinə salmalıyam. Bu xətti funksiyanı. Burada yazıram 2y bərabərdir. Mənfi 3x plus 26. Hər tərəfi 2-yə bölürəm. Bu 2'lər getdi. Y bərabərdir. Mənfi 2-də 3. X plus 13. Burada baba k mənfi 2'də 3'dür bu k. B də 13'dür. Bunda qrafikini yazanda demişdik B y oxun kəsəndir. Bura 13'dür. K mənfi olanda bu şəkildə keçirdi. Bax bu düz xəttin tənliyidir. Bunu fırladı bu şəkildə yazanda olur xətti funksiya. Yəni düz xəttin tənliyi deyirlər buna. Deməli bu funksiyadır. Bax budur. Buna simmetrik A və B nöqtələri simmetrikdir. Onda bu düz xəttdə simmetrik başqa bir düz xətt varsa, ucları AB-dirsə, bu buradan keçməlidir. Tutaq ki, bu A nöqtəsi olsun, bu da B nöqtəsi olsun. Bunu biraz böyük çəkək. Bu tip sualları uşaqlar çoxsu imtina edir, yazan belə biraz görünüşdə çətindir. Tutaq ki, buradan keçib. Burada 13 idi də B-nin qiyməti. Buradakı düsturdakı 13. Bax, simmetrik tutaq ki, belə keçib. Burada 90. Deməli, baxın, A və B nöqtələrindən keçən düz xəttin tənliyi yaranır. O da y bərabərdir kx üstəgəl b olur. Yəni 2 nöqtədən keçən düz xəttin tənliyi y bərabərdir kx üstəgəl b olur. Elə bil, bax, bu y bərabərdir kx üstəgəl b-dir. Bu da y bərabərdir, bax bu, mənfi 2-də 3, x üstəgəl 13. Bunlar simmetrik kəsişir, yəni 90 kəsişir. Bunda simmetrik deyirsə, A, B parçasının orta nöqtəsidir bu. Orta nöqtəsi olduğu üçün parçanın bu x1'i sayılır. Bu y1'i sayılır. Bu x2'si sayılır. Bu y2 sayılır. Parçanın uc nöqtələrini tapanda, orta nöqtəsini tapanda uc nöqtələri toplayırdıq. Bax, bu AB parçasıdır. AB parçasıdır. Bunun uc nöqtələri AB-dir. Onun koordinatlarını verib. Biri m plus 1'dir, biri m plus 6'dır. Dəyişənlə verib də, hərflə yəni. x1 ilə y1 budur, x2 ilə y2 budur. x1 ilə y1'i toplayıb 2'yə bölürdük orta nöqtəni tapmaq üçün. Tutaq ki, orta nöqtədə C-dir. Burada yazırıq m1, m plus 1, üzr istəyirəm, m plus 1, yəni x1 plus x2. M plus 2 toplayıb 2'yə bölürük ədədi ortasında. Buradan bunları toplayanda 2m, bu vaxt aparacaq biraz. Bu 5'dir. M plus 5'dir bura. 5 ilə də 1 toplayanda 6 olurdu, böl 2. Bunu da hər tərəfini 2'yə böləndə 2m bölünsün 2, üstəgəl 6 böl 2. O da nə olur? 2'ni də mərtəzə xaricə çıxardıb bölə bilərdim. M plus 3. Deməli, bu C nöqtəsinin x-i oldu m plus 3 nöqtəli vergül. İndi y1 ilə y2'ni toplayıb 2'yə böləcəyik. Buradan yazıram m plus 6 plus m minus 4 böl 2. M'ləri topladım 2m, altdan 4 çıxdım 2 böl 2. Bunu da parçalayanda olur m plus 1. Deməli, bu parçanın uc nöqtələri x1, y1, x2, y2 idi. Orta nöqtəsini də tapdıq. Biri m plus 3 oldu, biri də m plus 1. Buradan silirəm. Bu C nöqtəsidir, orta nöqtə. Orta nöqtənin koordinatlarını tapdım. Biri m plus 3 idi, biri də m plus 1 idi. M plus 1. Həmin bu orta nöqtədir. Deyir ki, A və B nöqtələri bu düz xəttinə nəzərən simmetrikdir. Deməli, A, B nöqtələri bu düz xəttin 90 kəsməlidir ki, bu düz xəttə nəzərən simmetrik olsun. Simmetrik olanda bu AB parçası yarıya bölünür. Orta nöqtəsi C nöqtəsidir. Bu onun koordinatları. Deməli, bu AB parçasının orta nöqtəsi bu düz xəttin üzərindədirsə, onda bu onun x-i sayılır, bu da onun y-i sayılır. Yəni C nöqtəsi m plus 3 idi. Bu x sayılacaq. Bu da m plus 1 idi. Yəni koordinatlar da, bu da y sayılır. Nöqtəli vergül. C nöqtəsinin koordinatları
n plus 3 nöqtəli virgül n plus 1. Deməli, bu həmin düz xəttin üzərindədir. Həmin düz xəttin üzərindədirsə, deməli, bunun x, y-i, bax, bu x-idir, bu da y-idir, aiddir ona. Bunda yazıram 3 vurulsun, x-inin yerinə yazıram n plus 3, üstə gəl, düsturda yerinə qoyuram. 2 vurulsun, y-in qiyməti də n plus 1 idi. Bərabərdir 26. M-i tapaq buradan 3m plus 9 üstə gəl 2m plus 2 bərabərdir 26. 3m bu da 2m. 5m. 9-dan 2'ni topladım 11. 26'dan çıxdım qaldı 15. M-i tapdım 3. Amma 3 ödəməyəcək. Nəyə görə ödəmir? Yoxlayaq. Baxın. M-i 3 tapdım. 3'ü burada da qoyuram. Burada da qoyuram. Burada da qoyuram. Burada da qoyuram. Onda bu A nöqtəsi 3'də 1 4 oldu. 3'də 6 9 oldu. Və B nöqtəsi. 3'də 5 8 oldu. 3'də 3'dən 4 çıxdım. Mənfi 1 oldu. İki nöqtədən keçən düz xəttin tənliyi y bərabərdir k üstəgəl 5 əslindədir. Bu x1, y1 sayılır. Bu x2, y2. İndi mən onu tapım buradan. Y-in yerinə, y1'in yerinə 9 qoyuram. Yəni bir dəfə x, y-i burada qoyacam, təzədən bunu qoyacam. 2 dənə nöqtədə x1, y1, x2, y2. 9, y-in qiymətini qoyuram. X-in qiyməti 4k plus b. Təzədən bu nöqtəni qoyuram yenə bu düsturda. Mənfi 1 bərabərdir 8k plus b. Bunu fırladıram 4k plus b bərabərdir 9-a. 8k plus b bərabərdir mənfi 1-ə. K-nı b-ni tapım. Sizə göstərəcəm ki, o nəyə görə simmetrik olduğu üçün düz vermir. K-ların hasılı vermir. Mənfi 1-ə bərabər olunur. Bu tənliyin hər tərəfin mənfi 1-ə bıraq. Yox. İkinci tənliyi bıraq da. Hər nədir? Onu da vurmaq olardı. Birincini də vurmaq olardı. Mənfi 1-ə bıraq. Olur 4k plus b bərabərdir 9. Mənfi 8k minus b bərabərdir 1. Tərəf-tərəfə toplayanda belər islah olundu. Bunları toplayanda mənfi 8'dir. Bu da mənfi 8k ilə 4k, mənfi 4k. Bunları da toplayanda neçə elədi? 10. K bərabərdir mənfi 2,5. 5'ini də tapa bilərik. B-ni burada qoya bilərəm də. Baxın, 4k deyil. K-nın yerinə mənfi 2,5 yazanda 4'ü vuranda neçə olur? Mənfi 10 plus b bərabərdir 9'a. B də bərabərdir 19. Deməli, baxın, bu y bərabər k üstəgəl b-də k-nı tapdım. Mənfi 2,5x plus b-ni də tapdım. 19. B-də tapıldı 19. 19. Bax, bu tənlik, yəni bu xətti funksiyadır. AB nöqtəsindən keçən xətti funksiyadır. İki nöqtədən keçən düz xəttin tənliyidir. Bununla bu simmetrik olmalıdır. Bunu da bayaqları mən yazmışdım. Y bərabərdir. Bu şəkildə yazmışdım. Mənfi 2'də 3x üstəgəl 13. Deməli, baxın. Bu y bərabərdir. Mənfi 2'də 3x üstəgəl 13. Burası da y bərabərdir. Mənfi 2,5 x plus 19. Bax belə. Deməli, bu iki nöqtədən keçən düz xəttin tənliyi gəldi bu xətti funksiyaya. Elə düz xəttin tənliyi deyirlər. Bu da düz xəttin tənliyidir. İki dənə xətti funksiyadır. Buna k1 deyəndə, buna k2 deyəndə bunun k1'i mənfi 2'də 3 olur. Bunun k2'si bu tənlikdə mənfi 2,5 olur. Düz xətlər simmetrik olanda, iki düz xətti simmetrik olanda 90 kəsişir. Ona görə perpendikulyar kəsişir də düz bucaq altında. Demişdik ki, xətti funksiyalarda əgər iki xətti funksiyanın qrafiki perpendikulyar kəsişirsə, yəni simmetrik deməkdir. Onda k1'i k2'yə vurub, bucaq əmsallarını vurub mənfi 1 eləyirdi. Qayda bilir. İndi bunun yerinə, k1'in yerinə mənfi 2'də 3, k2'nin yerinə mənfi 2,5 yazanda, mənfi 2,5 bu vuranda mənfi 1'i vermir, axı mənfi 1'dən fərqli cavab verir. Ona görə burada k-ların, k1 vur k2, bucaq əmsalların hasılı mənfi 1'ə bərabər olmadığı şərti ödəmədiyi üçün
Bu sualda səhv var idi. Cavab n bərabərdir 3'dür. Amma 3'ü yerinə qoyanda bu şərt ödənmir. Bu cavabların hasılı -1'ə bərabər olur. Cavabda da götürmüşlər m'in heç bir qiymətində. Burada cavablar buradadır. Neçənci sual idi bu? Burada görünəcəkdir m'in heç bir qiymətində. Bu da 22. M'in belə bir qiyməti yoxdur. Topluya da atıblar bu sualı. Birinci imtihana düşmüşdü, sonra da götürüb topluya atıblar. Təzə toplu da var. Elə 2023'ün də toplusunda vardı, 2025'te də var. Belə. Sonra tam dolu çəndəki suyun hamısını bərabər həcmli 14 qaba töksək 4 litr boş yer qalar. Bu qablardan onu tam doldurulduqda isə çəndə 50 litr, 50 yox 60 litr su qalar. Hər bir qabda neçə litr su, hər bir qab neçə litr su tutur, bilmirsəm. Hər bir qab x litr su tutur. İndi başlayaq məsələni həll eləməyə. Birinci, bərabər həcmli 14 qaba töksələr. Deməli, biri x litr dursa, 14 dənəsi olacaq 14x litr. Da litri yazmıram. 14x. Deyir ki, 14 qaba töksək 4 litr boş qalar. Boş deyəndə çıxırsan, bərabərdir. İndi növbəti şərti dəyişir. Bir bu qablardan 10'u tam dolduqda, yəni hər biri x idisə, 10 dənəsi nə olur? 10x. 10 vur x demək. Tam dolduqda 60 litr su qalar. Deməli 10 vur x. Hər bir qab x litr su tutursa 10 dənə belə qabdır. Bunların toplayanda nə deməkdir? Yəni 10 dənəsini toplayanda 10 vur x litr su deməkdir. Üstünə də 60 litr gəlməli, bu çəndəki sudur. Həmin bu çəndəki sudur, elə bu da həmin çəndəki sudur. Prosta şərti dəyişir. Burada qabdan 14 dənə verir. 4 litr çatmır. Burada qabı azaldır. 10 dənə verir. Onda su artıq qalmalıdır. Bu tənliyi həll edirik. Bunu keçirdirik bu tərəfə. 14x'dən 12'si çıxırıq. Olur 4x. Mənfini də atırıq sağa. Olur 64. Yəni litri göstəriş üçün yazdım. Ehtiyac yoxdur tənliyi yazanda. Buradan da x bərabərdir 16. Deməli, hər bir qab neçə litr tutur? Mən də demişdim x litr tutur. Deməli, həmin qab 16 litr tutur. Cavab oldu 16. 23-cü sualın cavabı. 24. Eyni ölçülü ağ və qara kürəciklər. Bu ağ olsun. Bu da qara olsun. Qara kürəciklərin sayı eyni ölçülü ağ və qara kürəciklər olan torbada qara kürəciklərin sayı ağ kürəciklərin sayından 20'də çoxdur. Bunda ağa x qoysam, qara bundan 20'də çoxsu oldu. X plus 20. Umumi say oldu. Torbadakı umumi say. 2x plus 20. Çıxarılan bir kürəciyin ağ olma ehtimalı. Ehtimalı üstədə də p bərabər idi. M böl n. Ağ olma ehtimalı. Deməli, p-ni verib çıxarma ehtimalı, bu ehtimalın qiymətidir. 12'də 5. P-ni yerinə 12'də 5 yazırıq. M mümkün halları sayıdır. 2x plus 20 saydadır. 2x plus 20 saydadır. Burada kombinasyona ehtiyac yoxdur. Kombinasyon dolanda 2x plus 20 saydan 1 yazsan, elə kombinasyon 2x plus 20 saydan 1'ə elə elir 2x plus 20 say. Belə olur. Buna görə kombinasyona ehtiyac yoxdur. Yəni kombinasyon n-dən 1'ə nə olurdu? N olurdu da həmin qaydadır. Əlverişli halların sayı nə idi? Bir çıxarılan bir kürəciyin ağ olması deyir. Ağ. Ağın sayı x sayıydı. Onda burada x yazıram. Əssalam, bu tənliyi həll edilir. Çarpaz vururuq. 12'ni x'ə vurdum. 12x bərabərdir. 5'i də bıraq buna. 10x plus 100. 12x'dən də çıxdım onu. 12'si qaldı. 2x bərabərdir 100. X də bərabərdir. 100'ü də 2'yə böldüm 50. Deməli, burada x-i 50 tapdım. Ağ 50 dənəymiş. 50 üstə də 20 gəldim. Bu da 70 dənəymiş. Qara 70 dənə kürəcikmiş. Bu da 50 dənə kürəcik ağıymış da. Umumi da neçə oldu? 50 o da 70. 120 dənə kürəcik. Bizdən nə soruşur? Torbada umumi neçə kürəcik var? Cavab oldu 120. 24-cü sual. Sonuncu sual qalıb. Deməli, tərkibində A, B, C, D maddələrindən ibarət məhlul verilmişdir. Cədvəldə bu maddələrin kütlə və faizləri verilmişdir. Cədvələ əsasən məhlulundakı A maddəsinin kütləsini hesablayın. Deməli, məsələyə buradan başlayırıq. Çünki niyə? C maddəsinin həm kütləsini verib, həm faizin.
Yəni 70 tutaq ki, indi qramdır, litrdir, fərq eləməz. 70 qram 28%'dir. Bu 28% bütün 4 maddənin cəmidir. Biz 4 maddənin cəmini bilmirik. Bunu tənasiblə də yaza bilərik. Faizə görə ədədlə də tapa bilərik. Yəni demək istəyir ki, 28%-i 70 olan ədədi tap. 28%-i 70 olan ədədi tapaq. 70 olan ədədi tapaq. Belə idi. Faizə görə ədəd tapanda ədədi vururduq 100%-a, yəni 100-ə vururduq, bölürdük faiza, 28%-a. Buradan bu 70 ilə 28-i ixtisar aparanda 7-yə. Bura 4 qalır. Bura 10 qalır. Bu 100-ü də 4-ə böləndə 25. Onu da 25-ə vuranda 250. Deməli 250 bütün 4 dənə maddənin cəmidir. Yəni A plus B plus C plus D. Bütün cədvəldəki maddələrin kütləsi ümumi 250-dir. İndi bunu tapa bilərəm. D maddəsini tapa bilərəm. Bizdən nə soruşur? A maddəsini soruşur. A maddəsinin çəkisini soruşur, yəni kütləsini. B var 40, C var 70. D-ni də tapsam, onda 3-ünü toplayıb, umumidən 250-dən çıxıb 3-ünün cəmin A-nı tapa bilərəm. Burada da ümumi kütlə 250-dir. 250-nin 20%-i D maddəsidir. Yazırıq 250 vurulsun 20% böl 100%. Sıfırları attım, getdi. 25 vur 2, 50. Deməli, D maddəsi ümumi 4 dənə məhlulun kütləsinin cəminin, yəni 50-si imiş. Bunları hamısını toplayanda A maddəsi, B, C, D. Hamısını toplayanda 250 ilir. Deməli, D maddəsi də bütün kütlənin 50-si imiş. Yəni, belə deyək də 50 litrdir, qramdır, nə qədərsə belə. Ondan sonra biz A maddəsini tapa bilərik. Bax, bu A maddəsi sual işarəsində bunu tapmaq. Toplayacağım bunları, çıxacağım. 250-dən bunların üçünün cəmini çıxaq. 40, 70, 110, bu da 60, 160. Neçə ilə? 90. Deməli, A maddəsinin kütləsi oldu 90. Tənasiblə də bunu yazmaq olardı. 90. Bax, bütün 4 dənə A, B, C, D bunların cəmi A plus B plus C plus D. Yəni, cədvəldəki bütün maddələrin cəmin x kiloqram, x litr, x qram fərqi yoxdur, götürürəm. Ümumi, deməli, C maddəsi də 70-dir. 70-dir, 28%. Bütün cədvəlin cəmi 100%-dir. Buradan ikinci usul kimi bunu tənasiblə yaza bilərəm. Bunda yazıram, x qramada 100%. Çarpaz vuranda yenə də 28x bərabərdir. 70 vurulsun 100. Buradan 70 ilə 28-i 7-yə böləndə bura 4x bərabərdir. Bura 10 elədir də, düzdür. 10 vurulsun 100. Bu 100-ü də 4-ə böldüm 25. X bərabərdir 250. Bu usul faizə görə ədədin tapılması. Birinci usul, bu da tənasib usulu. Yəni, bu da tənasib usulu. Görürsünüz, ümumi 4 dənə maddənin kütləsi cəmi. Yəni, 4 dənə maddənin cəmi, kütlələri cəmi 250 elədir. 250-dən də 250-nin də 20%-ni tapdım. D maddəsinin kütləsini tapdım 50. Sonra bu B, C, D 3-ünü topladım. 250-dən çıxdım. Yəni 3-ünü toplayanda 160 edir. 250-dən 160-ı çıxdım. 90 A maddəsini tapdım. Bizdən də cavab A maddəsini soruşurdu. Cavab oldu 90. Buraya qədər sağ olun.